Salam dəyərli izləyicilər, yenidən sizinlə 6-cı sinif rus bölməsi şagirdləri üçün Azərbaycan dili dərsliyindəki dərslərimizə davam edirik. Artıq səhifə 91-dəyik və bugün sizinlə yeni bir qayda keçəcək, təsriflənməyən feillər. Qaydamıza keçmədən öncə A tapşırığına diqqət yetirək. Cümlələrdə fərqləndirilmiş feilləri müqayisə edin. Hansı feillərin aid olduğu şəxsi müəyyən etmək mümkün deyil. Baxırıq şəxslərimizə, daha doğrusu cümlələrimizə. Sən dünən dincəlmədin. Burada sən dincəlmədin deyiriksə, burada şəxsi müəyyən edə bilirik. İkinci şəxsin təkindədir. Feilimiz də ona uyğun olaraq ikinci şəxsin təkində verilmişdi keçmiş zamanda. Digər cümləmizdə biraz dincəlmək lazımdır. Burada isə hansı şəxsdir, feilimiz hansı şəxsdə verilibdir, bunu təyin etmək mümkün deyil. Çünki dincəlmək lazımdır və sualına diqqət yetirsəz, bir az nə lazımdır? Dincəlmək lazımdır. Nə etmək lazımdır? Yox. Burada sualımız olur, nə lazımdır? Avtobus. Avtobus bir azdan şəhərə çatacaq. Nə çatacaq? Avtobus çatacaq. Üçüncü şəxsin təkində verilmişdi. Gələcək zamandadır. Burada biz şəxsi təyin edə bildik. İkinci cümlədə isə avtobus çatanda axşam idi. Sualı çatanda axşam idi sualına, daha doğrusu çatanda sözünə biz avtobus çatan nə zaman axşam idi çatanda. Burada isə biz zərfin sualını vermiş olduq. Ona görə də şəxsi də təyin etmək mümkün deyil burada daha doğrusu. Keçək təsriflənməyən feillər. Təsriflənməyən feillər görək nə anlayışdır, nə deməkdir. Əslində biz demişdik ki, feillər şəxsə və zamana görə dəyişirlər. Lakin təsriflənməyən feillər bu xüsusiyyətə malik deyillər. Çünki onlar dəyişmirlər. Və qaydamızda da bu göstərilibdir. Şəxsə görə dəyişməyən feillərə təsriflənməyən, yəni dəyişməyən feillər deyilir. Feilin təsriflənməyən formaları bunlardır. Məstər, yaşamaq gözəldir. Nə gözəldir? Görürsünüz, söz yaşamaq olsa da bir növ yaşamaq feili. Lüğətlərə də diqqət yetirsəz, məstərlər, daha doğrusu feillər həmişə məstər formasında verilir və bu da feilin adı anlamına gəlir. İkinci, feili sifət. Əsən külək sərinlik gətirdi. Əsən hansı külək? Baxın, sifətin sualına cavab verir. Ancaq sözümüz feildir. Görürsünüz, əsmək feilindən yaranmışdır. Lakin sualı, hansı sualı veririk biz bura və ona görə də biz bu anlayışa feili sifət deyirik. Feili bağlama. Sözümü bitirməmiş qapı döyüldü. Qapı nə zaman döyüldü? Bitirməmiş, yəni sözümü bitirməmiş. Burada hərəkəti bildirsə də nə zaman sualını veririk, ona görə də yəni zərfin sualını veririk, feili bağlı. Bu anlayışımız isə sözümüzün mənası, yəni feili bağlama olacaqdır. Təsriflənməyən feillər həm feilin, həm də başqa nitq hissəsinin xüsusiyyətlərinə malik olur. Ona görə də müxtəlif suallara cavab verir. Müxtəlif sual dediyimiz ismin, feilin və zərfin sualları anlamına gəlir. Gəlin B tapşırığından baxaq. Deməli, B tapşırığında bizə deyilir, mötərizələrdə verilmiş feilləri uyğun qrammatik formada işlətməklə cümlələri tamamlayın. Hansı suallara cavab verdiyini müəyyən edin. Nailə süfrədən qabları yığmaq feili verilibdir, mətbəxə apardı. Deməli, Nailə süfrədən qabları yığıb mətbəxə apardı. Mən oxumaq feilidir. Kitabı tərəfə öz yerinə qoydum. Burada isə olacaqdır. Mən oxuduğum kitabı rəfdə yerinə qoydum. Yolu keçmək diqqətli ol. Yolu keçmək deyil də, deməli, burada feili keçəndə diqqətli ol. Sonra anam mənə saymağı öyrədib. Saymaq feilini saymağı kimi dəyişib yazırıq, daha doğrusu saymağı formasında yazırıq və suallarını qarşısında qeyd edəcəyəm. Belə yazılarımızı qeyd etdik. Siz də baxıb istifadə yəni olduğu kimi qeyd edə bilərsiniz. Nailə süfrədən qabları yığıb mətbəxə apardı. Necə apardı? Mən oxuduğum kitabı rəfdə öz yerinə qoydum. Hansı kitabı? Yolu keçəndə diqqətli ol. Nə zaman? Yolu keçəndə diqqətli ol. Nə zaman? Yəni keçəndə sualını deməli, daha doğrusu keçəndə sözünün sualıdır. Anam mənə saymağı nəyi öyrədib? Gəlincə tapşırığına baxaq, altından xətt çəkilmiş sözləri qrammatik cəhətdən müəyyən edin. Hansı şəkilçini qəbul edib, hansı nitq hissəsinə aiddir? Baxaq, altından xətt çəkilən söz birinci cümləmizdə musiqiyə böyük həvəsim var. Musiqi
sözünə deməli isimdir. Musiqiyə, yəni isim burada yönlük halda verilmişdir. Digər cümləmizdə oxumağa böyük həvəsim var. Oxumağa. Burada isə deməli sözümüz məstərdir. Hərəkətə aid olsa da biz onun sualını da verəcəyik. Nəyə böyük həvəsim var? Oxumağa böyük həvəsim var. Bu da hər iki deməli sözümüz yönlük halda verilmişdir. Belə qeyd etdim, dəyərli izləyicilər. Deməli, birincidə musiqiyə isim, oxumağa məstər feili məstərdir və hər ikisi yönlük halda işlənmişdir. Məstər qaydasına diqqət edək, məstəri bunları bilməliyik. Məstər hərəkətin adını bildirir. Həm feilin, həm də ismin xüsusiyyətlərini daşıyır. İsmin suallarına cavab verir. Gəzməyi, nəyi çox sevirəm? İsm kimi hallanır. Oxumağın faydası, nəyin faydası? Mənsubiyyət şəkilçisi qəbul edir. Sənin oxumağın. Deməli, isim dediyimiz kimi məstər nə oldu? Hərəkətin adını bildirir. Həm feilin, həm də ismin xüsusiyyətlərini daşıyır. Feil kimi hərəkəti bildirir. Lakin isim kimi ismin sualına cavab verir. Gördüyünüz kimi nə? İsim kimi hallanır, isim kimi mənsubiyyət şəkilçisi qəbul edir. Belə dəyərli izləyicilər, keçək Ç tapşırığına. Deməli, Ç tapşırığında deyir, aşağıdakı cümlələrdə məstərləri tapın və qrammatik xüsusiyyətlərini izah edin. Günəş, su, hava, torpaq canlıların böyüməsi üçün vacibdir. Burada məstərimiz böyüməsi, sabahki dərsə yaxşı hazırlaşmaq lazımdır. Nə lazımdır? Hazırlaşmaq lazımdır. Təmiz havada gəzməyin faydası çoxdur. Burada isə gəzməyin məstəri verilmişdir. Qrammatik xüsusiyyətlərini necə izah edəcəyik? Burada birincidə canlıların böyüməsi mənsubiyyət şəkilçisi qəbul etmişdir. Sabahki dərsə yaxşı hazırlaşmaq lazımdır. Nə lazımdır? Burada artıq isim kimi ismin deməli xüsusiyyətini daşıyaraq ad bildirir, nə sualına cavab verəcəkdir. Əslində bütün deməli istənilən hərəkətlər ismin sualına cavab verir. Burada məstərlər və təmiz havada gəzməyin faydası, gəzməyin nəyin yəlik halda işlənmiş deməli məstərimizdir. Yazıları qeyd etdim. Birinci cümlədəki məstərimiz mənsubiyyət şəkilçisi qəbul etmişdir. İkinci cümlə adlıq haldadır. Üçüncü cümlədə isə yəlik halda işlənmiş məstərlərimiz qeyd olunmuşdur. Bugünlük dərsimiz bu qədər. Növbəti dərs izahlarında görüşərik. Hər kəsə uğurlar.